Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində evdə tək qalan körpə anasına qaytarılmayıb. Hazırda Tovuz rayon xəstəxanasında olan azyaşlı bugün Bakıya gətirilərək Dövlət Uşaq Müəssisəsinə yerləşdiriləcək. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, Tovuz rayonunda evdə tək qalan azyaşlı körpə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Tovuz rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin rayon polis şöbəsi ilə birlikdə dərhal araşdırma aparılıb, körpənin həyat və sağlamlığı təhlükəsizliyi üçün tədbirlərə başlanılıb. Komitə tərəfindən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinə verilən sorğu əsasında körpənin ailəsi ilə bağlı məlumatlar əldə edilib. Məlum olub ki, Aygün Qədimova nikahdan kənar doğulan, evdə günlərdir tək saxlanılan 1 yaş 2 aylıq olan övladına sahib çıxmaq istəmir. Hazırda Tovuz rayon xəstəxanasında olan azyaşlı körpənin sağlamlığı ilə bağlı hər hansı bir təhlükə yoxdur. O bugün Bakıya gətirilərək Dövlət Uşaq Müəssisəsinə yerləşdiriləcək deyə komitənin məlumatında qeyd olunub. Xatırladaq ki, Tovuz rayon polis şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat verilib. Dərhal polis əməkdaşları həmin ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.